Dəyərli izləyicilər, ETAX maarifləndirici layihəsinin bugünkü buraxılışında həmkarım Elmir Quruzadə ilə birlikdə 2 mərhələli təsdiqləmənin kiber təhlükəsizlikdə rolundan danışacağıq. Elmir bəy, 2 mərhələli təsdiqləmə nədir və nə üçün yalnız şifrlər kifayət etmir? Qeyd etdiyimiz üsulla hesaba daxil olmaq üçün 2 addımda təsdiqdən istifadə olunur. Bu, parol, əlavə kod və ya cihaz ola bilər. Şifrlər oğurlana bilər, amma ikinci addım hesabı qoruyur. Bəs 2 mərhələli təsdiqləmədən istifadə etməsək hansı risklərlə üzləşə bilərik? Parolunuz ələ keçirilərsə, hücumçular e-poçt, sosial şəbəkə və bank hesablarınıza rahatlıqla girə bilərlər. SMS ilə gələn 2FA kodu həmişə təhlükəsizdirmi? SMS faydalıdır, amma zəif nöqtələri var. Belə ki, SIM kart hücumları və ya sosial mühəndisliyi ilə kodun oğurlanması mümkündür. Daha etibarlı seçim, autentifikasiya tətbiqləri və ya fiziki təhlükəsizlik açarlarıdır. Hansı hesablarımızda 2FA mütləq aktiv edilməlidir? Ən vacib hesablarınızda e-poçt, sosial şəbəkə, bank və ödəniş sistemləri və iş hesablarında aktiv edilməlidir. Çünki birinə giriş əldə olunarsa, digərləri də təhlükəyə düşə bilər.